Məqsədyönlü insan, həyatda nəyəsə nail olan insanlar məni başa düşəcək və razılaşacaqlar. Bu həyatda həmişə seçim var. Yəni elə bir şey yoxdur ki, mən məcbur qaldım. Həmişə seçim var. Sadəcə nəyi seçirsən, o səndən asılıdır və seçdiyin şey ya səni ucaldacaq, ya da səni aşağılayacaq. Eləcə də bilikdə. Ya sən dil öyrənəcəksən, karyeranda irəli gedəcəksən, səyahət edə biləcəksən, dünya görüşün daha da artacaq. Bunun üçün də müəllim yanına getmək imkanın yoxdur, canın sağ olsun. Kurslara getmək bahadır, canın sağ olsun. Sadəcə danışıq kitabımı əldə edirsən, 10 manatadır. Tənbəlliyinin başını atırsan, ona don geyindirmirsən. Vas keçirsən tənbəlliyindən, gündə 15-20 dəqiqə vaxt ayırsırsan, özün üçün, gələcəyin üçün, kim üçünsə yox, özün üçün ayırırsan o vaxtı və çox irəli gedirsən. Ya da ikinci seçimini edirsən. Ömrü boyu uğur qazananlara baxıb köksünü ötürmək. O da sənin seçimindir. Unutma ki, bu həyatda insanın özünə etdikləri qalır. Nə yoldaşına, nə uşaqlarına, nə kiməsə etdikləri yox. Özünün özünə etdiyi qalır. Ona görə də bu günə kimi həyatını, vaxtını başqalarına qurban vermisən. Nə əldə etmisən? Heç olmasa indi qalx, tənbəlliyini at, qarşına məqsəd qoy, kitabı əldə et və ay öz uğurunu gör və sevin. Məqsəd qoy, irəli get. Bəs də oturdun.